Hörmətli dinləyicilər, görün nə olacaq? Xüsusilə qızlara aiddir. Siz kursa gedəcəksiniz. 4-cü, 5-ci dərsdə sizin rəfiqəniz, bəzi rəfiqələriniz soruşacaq. Sən kursa gedirsən, sən deyəsən, hə, neçənci dərsdəsən? 4. Neçə dərs olacaq? 10. Mən 3 dərs öyrənmişdim. Mən 2 dərs öyrəndim. Bax, belə bir şey var. Mən ümumiyyətlə maşını aldım, oturdum, sürdüm. Bunlar danışırlar bunu. Amma onlar demirlər ki, onlar məsəl üçün 2 dərsə sonra maşına oturanda necə dəydilər, necə vurdular, necə əri mamiyə zəng elədi, necə ağladı. O da dedi sənə maşın alan günü başıma daş düşüydü. Ondan sonra maşın təmir olundu. Qorxa. Bunlar hamısı deyilmir. Bir dənə kəlmə deyir. 4 dərs, 10 dərs keçəcək. Mən 3 dərs. Burada dərin psixoloji bir məqam var. Hörmətli qızlar, heç vaxt ruhdan düşməyin. Siz belə bir şey var. Təsir edirlər də. Qızlarda belə bir şey var. Deməli, bax, sən 10 dərsə öyrənirsən, mən 3 dərsə öyrənirəm. Bax, sən məndən gözəlsən, amma mən səndən ağıllıyam. Mən 3 dərs öyrənmişəm. Nəsə belə bir şey var da, ona görə belə şeylərə fikir verməyin. Bu kişilərdə də var. Bax, kursa gedirsən, gələrdim mən səni öyrədərdim. Adam da kursa pul verər. Bax, belə şeylər də var. Belə şeylərə fikir verməyin. Çünki siz qəzaya düşəndə həmin rəfiqə sizin yanınızda olmayacaq. Siz qəzaya düşəndə yəni təcrübəsizlik ucundan, kursları yarımçıq getdiyinizə görə ya ümumiyyətlə getmək, nəsə bir hadisəyə rast gələndə həmin dostunuz da yanında olmayacaq. Deməli, qabaq olacaqsınız. Hadisənin iştirakçısı, o bir iştirakçısı, hansı ki sizin ücbatınızdan qəzaya düşüb və siz. Yəni, belə şeylərə fikir verməyin.